Böyük iftixarlarımız Ərdəbil şəhrində, Şəhərvəyin 25-də bir yer deyək, mənim atölyəmdə Parsabaddan Bəhmən bəy də bizə qonaqdır, iftixar veribdir və söz aşıqlardan gedir, aşıqlar dünyasından və aşıqlar dünyasında bir parlaq ulduz ki, Aşıq Qəribdir və gözəl-gözəl dastanları, şeirləri vardır. O gözəl şeirlərin biri dəyərli şair və mərqiq dostum Ustad Dünyəvinin Dilizə işlətiyik. Bir olan Allahın adını. Mən sevmişəm ziba sənəm adını. Sevsəm öldürərlər, sevməsəm öldürərlər. Elə məşhur olan əsli zadəmi. Desəm öldürərlər, deməsəm öldürərlər. Qurban olum yarın qəddi boyuna, əsli olan oğladına, soyuna, hər dəm xəlvət etsəm, girsəm oyuna, varsam öldürərlər, varmasam öldürərlər. Mən səni sevmişəm can ilə təndən, sən məni sevməcə qorxursan eldən, xətayı barmaqdan, hənali əldən, tutsam öldürərlər. Tutmasam. Sağ olun. Bir söz desəm, bu fələkin şanına, ərzim yetməz, divanına, xanına, qərib aşıq, şah sənəmin yanına. Getsəm öldürərlər, getməsəm, yaşayasın. Çox sağ olun.